Azərbaycan Əhməd İdman Mərkəzi 1-ci vitse-prezident Mehriban Əliyevanın xüsusi məktəbinin şagirdi Əliyev Əhməd Süleymanovun adını daşıyır. Rumuniyanın Braşov şəhərində keçirilən Avropa çempionatında dostum, qardaşım Orxan, həm məşqçim Orxan, həm sol qolda, həm sağ qolda nəticə verərək ikinci və üçüncü yerlərə qalib gəlmişdi. Bayrağımızı dalgalandırmışdı. Eləcə də mən özüm də həm sağ qolda, həm sol qolda qalib gəldim. Birinci yer oldum. 60 kilo çəki dərəcəsində inimizi səsləndirdim. Allaha şükürlər olsun ki, 2 dəfə inimizi səsləndirməyi nəsib elədi. Bizə bu işdə dəstəyi keçən Süleyman müəllimə, bütün məşqçilərimizə, Rövşən müəllimə, Azər müəllimə, Samir müəllimə, dəstəyi olan hər kəsə təşəkkür edirik. Bildiyiniz kimi Azərbaycan Əhməd İdman Mərkəzi 1-ci vitse-prezident Mehriban xanım Əliyeva 268 saylı xüsusi məktəbinin şagirdi Əliyev Əhməd Süleymanovun adını daşıyır. Həm onun belə deyək, bizə verdiyi bir motivasiyadır ki, biz bugün dünya arenalarında bu cür belə mötəbər yarışlarda böyük fəxrlə iştirak edirik. Bir daha mən öz şəxsi məşqçimə, müəllimə Süleyman müəllimə buradan öz təşəkkürümü bildirirəm. Alanın kök buruşa, Zafar!